bütün dörd ayaqlı heyvanlar iki ayaqlıdan qorxurlar. Evet. Yəni ən apaslısı iki ayaqlıdır, ən qorxulusu iki ayaqlısıdır. Ay sağ ol. İndi iki ayaqlı heyvan yoxdur axı bizdə. Kenguru zad deyirsən də. Ha, lap gözəl bilirsən mən nədən söhbət eləyəm. O nədir arvad? Ha, TikToka baxın. ha, üzümü şeylər, əzilər. Bizim qaxın yüzüləri göstərirlər. Qaxın yüzülərdir də. Yox da qaxın yüzülər olacaqdı, üzüm əzilər. Üzüm əzir. Ha. Dayı bir də məsələn canavara bildim. Bəs ilan çıxır mı burada? İlan bizdə dağlıq zonadır. Olur, ancaq elə sən deyən çox olmuyor. Mən elə İstidir ya. İsti Soyuqdur ya. vaxtı həm sərindir, həm dağa doğru ilan hər yerdə olmuyor yəni. Yəni aşağı Aran rayonlarda kimi bizdə ilan olur. Aran rayonlarda məsələn bizim qoyun qışlaqları var da, o kolxoz dövrünün qoyun qışlaqları. İndi orada xüsusi fermerlər öz qoyunu saxlayırlar da. Qoyun may ayında ilan mələşiyor orada çöldə, istidə. Və uca da artıq görürlər ki, bu çətindir, qorxuludur, qoyunu tez aparırlar dağa. Çünki ilandan qoyunu saxlaya bilməzlər. Gürzə çox oluyor bizdə.